Müəllim və valideyn təkcə biliyə istiqamətlənməməlidir. Şəxsiyyət o zaman formalaşır ki, bax bizim övladlarımız o zaman şəxsiyyət kimi yetişə bilər ki, təkcə ağılı inkişaf etdirmirlər. Yəni, baxın, ağılın qidası elmdir. Ancaq elmli olmaqla şəxsiyyət olunurmu? Əlbəttə ki, xeyr. Şəxsiyyət o zaman formalaşır ki, yəni bir subyekt o zaman şəxsiyyət olur ki, onun vicdanı da var. Yəni, təkcə elmli olmaq onun şəxsiyyət olmasına dəlalət etməz. Həmçinin onun vicdanı olmalıdır. Bəs vicdanın olması üçün nə olmalıdır? Yəni, vicdanın qidası nədir? Vicdanın qayəsi nədir? Vicdanın ana südü, vicdanın meyarı nədir? Vicdanın meyarı, vicdanın ana südü mərhəmətdir. Mərhəməti olmayan, vicdanı olmayan şəxsiyyət ola bilməz. Yəni, təkcə elmli olmaqla şəxsiyyət olunmur. Baxın, müəllim və valideynlər şagirdləri, övladlarımızı barışa, düzgünlüyə, əxlaqa, vicdana istiqamətləndirməlidir, yönləndirməlidir. Bax, biz o zaman şəxsiyyət yetişdirə bilərik. Bax, biz o zaman şəxsiyyət formalaşdıra bilərik. Bir də ən əsası güvən hissinin formalaşdırılması. Baxın, əgər sən bunu etsən, görəcəksən gününü. Bax, bu sözü deyiriksə, biz istədiyimizi övladımızdan və şagirdimizdən heç vaxt əldə edə bilmərik. İndiki yanaşma belə olmamalıdır. Onda bir güvən hissi formalaşdırmalıyıq, onda bir inam hissi formalaşdırmalıyıq. Elə bir şagird yoxdur ki, elə bir uşaq yoxdur ki, onun bir müsbət bir tərəfi olmasın. O müsbət tərəfini deməlisən və inandığını ona bildirməlisən və inandığını ona bildirsən, müsbət tərəfini ona vurğulasan, mənfi tərəfini də əlbəttə ki, aradan qaldıracaqsan. Mən bir nüansa toxundum. Qeyd elədim ki, sən bunu etsən, görəcəksən gününü. Yəni, sən bir də səhv etsən, görəcəksən ki, sənin başına nə oynaçıram. Bax, bunu deyəsi olsan, baxın, qüruru olan bir uşaq onu təkrar edəcək. Ona görə də müsbət tərəfini qeyd eləməlisən, ona inanmalısan, onda bir mənəviyyat formalaşdırmalısan, onda bir əxlaq formalaşdırmalısan, mənəvi dəyər formalaşdırmalısan. Əgər təkcə elm istiqamətli gedəsi olsaq, bir valideyn olaraq və müəllim olaraq, biz gələcəyin yaxşı müəllimini yetişdirə bilmərik, yaxşı peşə sahibini yetişdirə bilmərik, yaxşı sənət sahibini yetişdirə bilmərik və ən əsası yaxşı ailə başçısı gələcəkdə yetişdirə bilmərik. Ona görə də şəxsiyyət, bir daha təkrarlayıram, o zaman yetişir və formalaşır ki, şagirdlərimizdə biz həm elm öyrədirik, həmçinin vicdan və vicdanın da ana südü, vicdanın da təməli, qayəsi, bünövrəsi, ana xətti mərhəmət hissidir. Mərhəmət hissi olmayan heç bir sahədə uğur əldə edə bilməz və cəmiyyətə xeyir verə bilməz.